Hər vaxtınız xeyir. Bugün seriyamızın artıq 15-ci dərs ilə davam edirik. Yenə sadə cədvəllər üzərində işləyəcəyik. Bugün artıq mövzularımızdan biraz daha genişləndirəcəyik və filtr mövzusuna toxunacağıq. Gəlin filtr mövzusuna başlayaq. Ümumiyyətlə filtr nədir? Baxın, bəzən bizim üçün böyük datalar olur, böyük belə deyək, cədvəllər olur və o cədvəllərdə biz sadəcə müəyyən oxşar məhsulları, oxşar tarixləri, ümumiyyətlə oxşar dataları eyni ekranda görmək istəyirik. Bunun üçün filtr eləmə funksiyasından istifadə edirik. Adından da zaten məlumdur ki, filtr edir. Yəni bizə lazım olmayanları filtrdən kənarda saxlayır, bizə lazım olanları filtrin daxilində saxlayır. Yəni necə? Bizim istifadə etməyəcəyimiz məhsulları kənara qoyur və sadəcə bizim görmək istədiyimiz məhsulları bizə göstərir. Məhsullar dedim, yəni dəyərlərimizi bizə göstərir. Excelimizdə filtri fərqli üsullarla aktiv edə bilərik. Ən çox istifadə etdiyimiz iki üsul var. Biri klaviaturamızdan kombinasiya ilə, digəri isə burada baxın homun daxilində editing bölməsinə sort filtrə gəlirəm və burada cədvəlin daxilində olmağım şərt. Baxın, cədvəlin daxilində deyilimsə, filtrin müəyyən bir xətalar verə bilər və ya aktiv olmaya bilər. Əgər cədvəlin daxilindəyimsə, sort və filtr bölməsinə gəlirəm, filtrə toxunuram və baxın, filtrim aktiv olundu. Filtrin aktiv olunduğunu hardan bilirəm? Hər bir sütun başlığımın üzərində belə bir hissəciyimiz var. Və ya fərqli formada filtrimi necə aktiv edə bilərəm? Yenə də cədvəlin hər hansı bir hissəsində olmaq şərti ilə klaviatura ilə Ctrl, ardınca Shift, ardınca L düyməsini sıxarsam filtrim aktiv olacaqdır. Deməli biz iki üsulla aktiv etdik. Birincisi gəldik editing bölməsində sort, buradan filtr. Digər yolumuz isə gəlirik klaviaturamızdan cədvəlin daxilində olmaq şərti ilə Ctrl, Shift, L və baxırıq ki, filtrimiz aktiv olundu. İndi isə gəlin artıq filtr funksiyamızın necə çalışdığına, necə işlədiyindən, ümumiyyətlə filtri biz hansı formada işlətdiyimizdən danışaq. Əvvəlcə bunu dəqiqləşdirək ki, filtr tarixlərdə, tekst mətnlərimizdə, yəni tarixlərimizdə, tekst mətnlərimizdə və ədəd və rəqəmlərimizdə fərqli formatlarda işləyir. Yəni hər dəyərin özünə uyğun olaraq filtr qaydaları var. Yəni bu nə deməkdir? İlk gəlin başlayaq biz tarixlərimizin filtrinə. Baxın, əvvəlcə gəlirəm cədvəlimin daxilində olduğum zaman Ctrl Shift L-lə filtrimi aktiv etdim və ya artıq insanlar necə alışıbsa gəlib buradan filtri aktiv edə bilərəm. Gəlirəm, baxın, ilk əvvəl başlayıram. Aylar üstündə belə bir filtrin işarəsi var. Gəldim filtrə toxundum. İlk əvvəl görürəm ki, baxın, sıralamamız var. Yəni köhnə tarixdən, sonuncu tarixdən yeni tarixə və ya yeni tarixdən sonuncu tarixə. Yəni məndəki kimi sizdə də cədvəllər bu formada, dağınıq formada veriliblərsə, misal üçün baxın 2026, sonra 2022, sonra 2024. Gəlib bunları artıq sıralaya bilərik. Misal üçün deyirik ki, köhnə tarixdən yeni tarix. Yəni 2022-dən artıq 2026-ya uyğun olaraq sıraladıq. Və ya eyni formada tam əksini də edə bilərəm. Yəni gəlib buradan əksinə uyğun sıralaya bilərəm. Deyək ki, bizim yeni sıralamamızda qalsın və deyək ki, biz artıq digər funksiyamıza keçək. Baxırıq ki, burada rəngə görə sırala. Amma burada belə bir funksiya görürük. Bu nə üçün? Bəzən olur ki, biz cədvəlimizdə müəyyən belə qeydlər aparırıq. Və deyək ki, sarı rəng bizdə şübhəli əməliyyatlardır. Qırmızı rənglər deyək ki, imtina olunacaq əməliyyatlardır. Bu formada qeydlər aparmışıq və artıq bu çox böyük sətirli cədvəllərdə bunlar bir-bir baxmaq bizim üçün problemdir. Gəlirəm filtr bölməsinə, baxın, buradan sort by color-a daxil olduqda artıq görürəm ki, burada iki rəngim var. Artıq qırmızı və sarı rəngim. Gəlib sarı rəngimə toxunduqda sarı rənglər üst-üstə mənim üçün çevirir. Və ya gəlib buradan yenidən qırmızı rəngə toxunarsam, mənim üçün qırmızı rəngləri üst-üstəyə yığır. İndi isə bunları Ctrl Z ilə əməliyyatları geri alıram. Gəlirəm, baxın, bu hissələrimiz hələ ki bizim deaktivdir, o hissələrdə danışacaq. Baxırıq aşağı hissələrə. Bundan danışacaq indi. Aşağı hissələrdə ilk əvvəl görürəm ki, Select All bölməsi var. Əvvəlcə gəlib Select All deaktiv edirəm. Baxıram, misal üçün 2024-cü. 2024-ü seçirəm. OK vurduqdan sonra görürəm ki, artıq sadəcə 2024-də görsənir. Və ya, baxın, burada filtri təmizlə bölməsi var. Filtri təmizləyirəm. Gəlib, misal üçün hamısını deaktiv edirəm. Gəlib burada 2022, 2025-i seçirəm. OK vurdum və baxın, artıq 2022 və 2025-lər görsənir. Gəlib yenidən bir daha köhnədən yeniyə, yəni keçmişdən yeniyə sıralayıram və baxın, artıq sıralandı. Ctrl Z əməliyyatını geri alıram. Gəlib, misal üçün, baxıram ki, bunlara da yanında belə plus işarələrimiz var. Bu işarəni buradan qaldırıram. Misal üçün, 2025-ci ilin yanındakı plusa vursam, baxıram ki, sadəcə yanvar ayı var. Yanvar ayında yanında plus olduğuna görə baxıram ki, yanvar ayının 19-u və 27-si var. Deyək ki, misal üçün, yanvar ayının 19-unu götürürəm. Gəlib 2023-dən yanvar ayının 21-ini götürürəm. Misal üçün, gəlib 2022-dən yanvar ayının 12-sini götürürəm. Gəlib 2026-dan yanvar ayının 21-ini götürürəm.
OK vururam və baxın həmin tarixlər. Mənim üçün burada sıralandı. Əlbəttə gəlib bunları yenə də köhnədən yeni düzə bilərəm. Filtr əslində çox sadə və praktikada səhvlə artıq istifadə olunan bir funksiyadır. Gəlirəm, bu hissə yəqin ki, aydın olundu. Yəni burada ekranda hansıları görmək istəyirəmsə, həmin hissələrimizi seçirəm. Və OK vurduqdan sonra artıq ekranımızda görsənir. Gəlib bu hissəni alsın. Əsas hissələrimizdən biri budur. Baxın, zaten İngilizcə mənalarını bilsəniz, sizin üçün bu hissə çox rahatdır. Bunları bir-bir yoxlamaq bizim üçün çox vaxt alır. Ona görə gəlin mənalarını başlayalım deməyə. Eyni bərabər tarixə uyğun tarixləri tapır. Yazdığımız tarixdən əvvəlki tarixləri tapır. Yazdığımız tarixdən sonrakıları tapır və arasındakiləri tapır. Yəni misal üçün birinə misal göstərim. Bir film vurdum və deyirəm ki, misal üçün hansı tarixlər var? Misal üçün 2024 15 01 2024. Bu tarixlər deyək ki, bugünkü günümüz arasında olan bütün tarixləri mənə göstərsin. Bugün ayın 11-i 01 2026. OK vururam və baxın. Bu tarixləri mənim üçün göstərdi. Ctrl Z vururam. Gəldim yenidən misal üçün filtr funksiyamızı yenidən fərqli bir metodla yoxlayaq. Deyək ki, bu tarixdən sonrakılar. Vurdum. Deyirəm ki, misal üçün yanvarın 1-i 2023-dən sonraki bütün tarixləri mənə göstərir. OK vurdum, baxın görsəndi. Və ya bunu aylar üçün, günlər üçün də edə bilərsiniz. Gəldik. Bir gün sonra həmin gündən sonrakılar, bir gün əvvəl, bir gün sonra buradakılar. Gəldik sonrakı həftə, bu həftə və keçmiş həftə. Yəni tarix qeyd edilir, tarixdən keçmişdəki həftə, tarixdəki sonrakı həftə və həmin tarixin olduğu həftə. Eyni formada gələcək ay, bu ay, keçmiş ay. Eyni formada. Baxın bu nə deməkdir? Bu əslində rüblük deməkdir. Yəni ilk 3 ay. İlk 3 ay hardandır? Yanvarın 1-dən fevral, martın 31-nə qədər. Yəni irəlidəki belə deyək, rüblük, bu rüblük və keçmiş rüblük. Bir də var illərini görə. Misal üçün bu ildən sonra və ya bu il olan bütün tarixləri göstərir. Filtrimiz əslində bu qədər praktikdə çox istifadə olunan və yararlı bir funksiyadır. Tarix hissəsindəki filtrimizin hansı formada işlədiyindən danışdıq. İndi bəs tekstlərdə bizim filtrimiz necə işləyir? Misal üçün daxil oluram burada filtrə. Yenə A-dan Z-yə sırala, Z-dən A-ya sırala. Yenə rənglərinə görə sıralama funksiyamız zaten bütün hamısına şablon və eynidir. Burada da baş hərflərinə görə sıralayacaq. Gəlsəm aşağı hissədə baxın, bunlar bizim kateqoriyalarımızı göstərir. Necə biz Unix düsturunda hər bir kateqoriyanın fərqli ekranı yazdıra biliriksə, bunu zaten filtrin daxilində görə bilirik. Misal üçün bunları yazdırdım, baxın, filtrin daxilində mən bu üçünü görürəm. Aksesuar, elektronika, game. Gəlib bunları deaktiv edib, deyirəm ki, misal üçün mənə sadəcə elektronika kateqoriyası lazımdır. OK vururam və baxın, elektronika kateqoriyasında yanındakı məlumatları özü ilə eyni gətirdi. Yəni yanında olan tarixlər və bu kateqoriyada olan bütün məhsullar. Misal üçün elektronikada deməli notebook, telefon, PlayStation 4, klaviatura və s. məhsullar var. Eyni formada miqdarlarını da paralel özü ilə gətirir. Gəlin misal üçün gameləri seçsəm sadəcə gameləri göstərəcək. Sadəcə gamedə ayaqqabı var imiş. İndi gəlirəm baxın text filtr bölməsinə. Bu isə zaten çox rahatdır. Bərabər hissəmiz, bərabər olmayan hissəmiz, yəni eyni bir sözü axtarırsa, ona belə deyək, qəbul edə bilirik ki, yəni bu sözü eyni axtarır. Misal üçün eyni elektronika axtarılır. Misal üçün eyni bərabər hərf bərabər game axtarır. Bunlar nədir? Bunların mənası odur ki, yəni filtrdə belə deyirik, tekstdə başlanğıc hərfi misal üçün bu olsun. Deyək ki, misal üçün cədvələ hazırlanarkən bəzən xətalar yol verilir. Misal üçün elektronika ilə bəziləri elektronika yazır, bəziləri k ilə yazır, bəziləri c ilə yazır. Hətta deyək ki, bəziləri də c ilə yazır. Və biz bütün elektronikaları göstərmək istəyiriksə, o zaman baxın burada belə bir fərqlər yaranır. Biz bunu gəlib text filtrdən göstəririk. Deyirik ki, başlanğıcı bu olsun və deyirik ki, başlanğıcı E olanların hamısını göstər. OK vururam və baxın, hamısını göstərdi. C-ları da göstərir, C-ni də göstərir, K-nı da göstərir. Eyni formada altında, yəni bununla bitənləri göstərir. Yəni necə bu başlanğıcını göstərirsə, misal üçün E ilə başlayırsa, sonları deyək ki, A ilə bitənləri göstərəcək. Bu daxilində olanlar, misal üçün daxilində A hərfi olanları mənə göstərdi. Hər hansı bir A hərfi daxilində olsun. Baxın, deməli bunların daxilində olur. Game-də A hərfi yoxdur deyə göstərmədi. Və ya desəydi ki, baxın, daxilində misal üçün olmasın. Deyirəm ki, daxilində A hərfi olmayan sadəcə game var. Bu hissəmizdə bu qədər rahatdır. Eyni formada aşağı hissədən də istədiklərimiz kateqorini seçib baxa bilərik həmin məlumatlarına. Və burada filtr funksiyamızı yoxladıq. Gəlin yanındakı məhsullar bölməsində filtr funksiyamızı yoxlayalım. Misal üçün belə bir şərt qoyuruq ki, bizə sadəcə elektronikada notebooklar lazımdır. Gəlib buradan elektronikanı seçirəm. Hətta baxın, buradan elektronika fərqli verilib deyə gəlib buradan deyirəm ki, başlanğıcı E olsun.
OK vurdum. Elektronikalar hamısı gəldi. Buradan da gəlib baxın, sadəcə notebookları seçirəm. OK vurdum və elektronikalardan notebooklar deməli bunlardır. Və görürəm ki, bu miqdarlarda, bu tarixlərdə misal üçün satışlar olunur. Filtri qaldırmaq istəsəm gəlib baxın, görürəm ki, burada filtr yoxdur misal üçün. Yəni filtr aktiv olunub, amma üzərində əməliyyat olunmayıb. Burada isə baxıram ki, aha, işarə fərqlidir. Deməli burada əməliyyatlar oldu. Gəlib bu fonda clear filtr vuraq, bunu bağlaya bilərəm. İndi gələn filtrimiz ədədlərdə, rəqəmlərdə, qiymətlərdə, yəni riyazi funksiyalarda necə işləyir. Gəldim deməli baxın ədədlərimizə. Miqdarı toxunuram burada yandakı filtrə. Yenə azdan çoxa sırala, çoxdan aza sırala, rənglərə görə sırala. Aşağısı da zaten görünür, məlum məsələdir, hamısında eyni. Əsas hissəmiz number filtr bölməsidir. Yenə ikisi hamısında standart olduğu kimi eqal, yəni bərabərimiz, bərabər olmayanımız. Greater isə, yəni böyükümüz. Misal üçün deyirik ki, bizə 5-dən böyükləri göstər miqdar sayı. Baxın, sadəcə 5-dən böyüklər var. Gəldik. Bu 5-ə böyük və bərabər olmalı. Misal üçün burada 5 də var deyirik. Baxın. İndi mən gəlib burada 5-dən böyükləri seçsəm, 5-in özünü götürməyəcək. Baxın, götürmədim. Amma mən gəlib yandakı funksiyada 5-dən böyük və 5-ə bərabər olanları götürə bilərəm. Baxın, artıq 5-in özünü də götürdüm. Eyni formada kiçik funksiyası, misal üçün 5-dən kiçiklər, o zaman 5-i götürmür. 5-dən kiçik və bərabər, o zaman 5-də götürəcək. Gəldi bitfin, misal üçün dedik ki, 4 ilə aşağısıya, tutaq ki, 8 yazıram. 4 ilə 8 arasında miqdarda olanları göstər. Mənə bu formada göstərir. Ctrl-C geri aldım. Eyni formada gəlirəm, baxın, top 10, yəni ilk 10 dənəni göstər və ya ilk, deyək ki, ən böyük 3 dənəni göstər. Ən böyük 3 dənə, ən böyük 5 dənə bunlarmış. Və ya deyək ki, misal üçün, baxın, ən böyük 3 dənə, ən böyük 5 dənəni, hə, niyə göstərdi bu formada? Çünki bunlar hamısı bir-birinə bərabərdir. Gəldim, misal üçün, bura gəlib buradan bunu butonda etsəm, mənə indi ən kiçik, misal üçün, burada bərabərlər çoxdur deyə, misal üçün, ən kiçik 5 dənəni göstərir. Ən kiçik 5 dənə baxın bunlardır. Gəldim indi aşağı hissəsində fərqli funksiyalar var. Baxın, average biz bilirdik nədir. Bizim average-imiz nə idi, necə işləyir? Bərabərdir average yazıram, yəni bizim ortalamamızdır. Yəni hamısını cəmləyir və sayına bölünür. Birinə ədəd ortamızdır. Ədəd ortamımız 5,75-dir. Buna fərqli formada necə baxa bilirdik? Baxın, aşağı hissədə zaten göstərir. İndi bizim üçün burada belə bir funksiya var və gəlir deyir ki, misal üçün, ortalamadan yuxarı olanlar, yəni 5,75-dən böyük olanlar, bunu avtomatik özü edir. Baxın, 5,75-dən böyük olanlar. Və ya gəlir bizim üçün 5,75-dən, 5,57-dən kiçik olanlar. Bunu da bu formada göstərir. Yəni normalda filtr funksiyamız budur. Tarixlərdə, tekstlərdə və ədəd və rəqəmlərimizdə fərqli formalarda işlədir. Amma məntiq olaraq hamısının təqribən eynidir. Dedik ki, biz Ctrl-Shift-L ilə filtrimizi aktiv və ya deaktiv edə bilərik. Eyni formada gəlib buradan filtr bölməsindən bunu aktiv edə bilərik. Filtr bölməmizdə bu qədər. Digər dərslərdə görüşərik.